Deməli, əzizlərim, hər zaman məndən soruşursunuz ki, sən hansı məhsullardan istifadə edirsən ki, dərin belə necə deyim, şüşə kimidir, belə parlaqdır, belə ağsan, belə ümumiyyətlə də yəni dərində heç bir problem yoxdur. Yəni bilirsiniz ki, bu kanalda eyni zamanda faydalı məlumatları paylaşıram sizlərlə. Öncəliklə onu bildirim ki, səsimə görə üzr istəyirəm, əzizlərim. Havalardan artıq yəni mənə də təsir edib, yapacaq bir şey yox. Yəni biz videomuzu çəkib. Deməli, ürəklərim, dərimi təmiz etdikdən sonra toniklə və yaxud da yuyucu ilə təmizlədikdən sonra, yəni əgər onu da soruşsanız, yorumlarda qeyd etsəz, o haqqında da video çəkə bilərəm sizlər üçün. Deməli, gündəlik istifadə üçün mən Neutrogenadan istifadə edirəm. Parfümeriyadan almışam 10 manata. Həqiqətən də yəni möhtəşəm bir məhsuldur. Möhtəşəm bir məhsuldur. Yalnız qıcıqlanmış dəriyə, qızarmış dəriyə istifadə etmək olmaz əzizlərim. Və yaxud da dərinizdə çox belə sızanaqlar varsa, belə qotur-qoturdursa, yəni lor dildə desək, ona birbaşa bundan istifadə etməyin. Bu arada əzizlərim, əgər bilmək istəyirsə ki, mən dərimi hansı məhsullardan təmizləyirəm, hansı toniklərdən istifadə edirəm, bu cəhallar şəxsiyə yazın, bu haqqda məlumat verin. Dediyim kimi, bütün məhsullar, yəni fərqi yoxdur, yəni bütün bölgələrdə çatdırılma var. Hər bölgəyə çatdırılma var. Narahat olmayın. Nəysə, məndən soruşursunuz ki, burnumun üzərində və yaxud da dərimdə sarı var, qara nöqtələr var, mən onları necə təmizləyim? Məsamələr var, onları necə yox edim? İstifadə etdiyim məhsullardan biri baxın budur. Yəni həqiqətən də möhtəşəm bir məhsuldur. Yəni bir çox insan bəyənmir, amma yəni mən ilk öncə məhsulları öz üzərində denəyirəm, istifadə edirəm, ondan sonra da insanlara tövsiyə edirəm. Yəni rahatlıqla istifadə edirəm. Sanaqlı dəri istifadə etmək olmaz. Tərkibində salisilik asid var. Siyah nöqtələri inanılmaz şəkildə təmizləyir, məsamələri inanılmaz şəkildə yığır və gördüyünüz kimi dərimdə üzərimdə heç bir effekt yoxdur. Yəni mənim öz dərimdir. Yəni mənim makiyajsız bilənlər də bilir ki, yəni mənim dərimdə heç bir qüsur yoxdur. Ümumiyyətlə tövsiyə etdiyim məhsulları hardan alırsınızsa alın, orijinal olub olmadığını mütləq şəkildə satıcıdan soruşun, öyrənin. Və yaxud da 40 kodu var burada. Telefonla da yoxlaya bilərsən. Artıq hər kəs bunu yoxlaya bilər, öyrənə bilər. Dəhşət açıq yaralar olduqda və s. onda istifadə et. Hələlik.